Almeti verməliyik. 6200 manatı aldıq, getdik, verdik sənə, nə edəcəksən? Evlat qoy xaşlasın. Qoy belə ana təzyiqlərə məruz qalsın. Gəlsin süpürsün uşağı pulu versin. 6200 manatı nətər xərcləyəcək, xərclasın deyirsən? Hissə versin. Necmi uşağın pulunu versin, məktəbə gedir. Verməsə, deyirlər ki, o yataqxanadadır. Bəli. Yataqxanadadır. Bəli. Kim deyir? O deyir də. Yox, zəng də gəldi. Çox kasıb vəziyyətdə yaşayır. Bəli. Yəni bu adam özü yemək tapmırsa, sənin alimentini necə verəcək? Və bizim kişilər yer belirləyib, aliment verə bilir. Sizin kişilərin çoxu vermir aliment. Sözümü kəsirik. Mala gedirlər, qoyuna gedirlər. Səhər gün orta qadın o verməsə, gedir icra bölür. Gününüz aydın olsun Azərbaycan xalqı. Demək bu kişi çıxıb efirdə aliment tələb edir. Bəli, hamı da qınayır, Lalə xanımdan tutmuş, vəkillərə qədər hamı qınayır. Mən də qınayıram. Bəli, Azərbaycan kişisinə yaraşmaz. Çıxıb uşağın anası haqqında, çıxıb aliment tələb edir və yaxud da efirlərdə çıxıb uşağın anası haqqında danışmaq bir Azərbaycan kişisinə yaraşmaz. İnsan çıxar efirdə müəyyən bir şərtlər altında, məsəl üçün ailəsinin qeyrətini, qürurla, fəxrlə, yəni çıxıb danışa bilər. Ailəsi haqqında yaxşı bir şeylər danışa bilər. Təbii ki, çərçivə içərisində. Gəlin onda belə bir şey fikirləşək. Bu kişini hamı qınayır, qadınlar düşüb üstünə, aparıcı Lalə xanımdan vəkillərə qədər. Yaxşı, və bu kişi aliment tələb edir, oldu pis kişi. Yəni qanun qarşısında da. Əgər hüquqlar bərabərdirsə, bir ata-ana hüququ hər iki tərəfdə bərabərdirsə, bəs yaxşı, bu ərlərini alimentə görə tutduran qadınlara nə deyirsiniz? Ərini bir ay gecikdiyinə görə, 10 gün gecikdiyinə görə gedib polisin qapılarını kəsdirən qadınlara nə deyirsiniz? Lalə xanım, ay vəkillər, onlara nə deyirsiniz? Nə deyirsiniz? Bu neçə nəfər içəridə, bu icra probasiya şöbəsi neçə nəfər gəlib evindən qapısından, iş yerindən gəlib tutub aparır? Neçə dənə kişilərimiz yatır içəridə? Neçə dənə alimentə görə neçə nəfər kişilərimiz yatır? Bunları niyə müzakirə eləmirsiniz? Niyə qınamırsınız həmin o qadınları? Niyə çıxıb efirlərdə hətta çıxıb kişilərdən aliment tələb edən, ay nə bilim, asaram, kəsərəm, tutduraram, bastıraram içəri. Bunu eləyən qadınları niyə müzakirə eləmirsiniz? Ay Şəfiqə xanım sizə hörmətim var. Lalə xanım da indi aparıcılardan bəzilərindən fərq qoyuram. Nəsə, sözüm onda yox. Niyə tələb eləmirsiniz? Niyə ondan çıxıb demişsiniz ki, ay qadın, ay xanım, Azərbaycan qadını belə olmamalıdır, o sənin uşağının atasıdır, belə eləmə, ayıbdır, uşağı yəni bir şey eləyək, nə bilim, gəlin sizi barışdıraq, gəlin belə eləyək. Bunlar niyə eləmirsiniz? Niyə çıxıb bu kişini yıxıb sürürsünüz, hamınız tökülmürsünüz ki, sən niyə aliment tələb edirsən? Hələ Lalə xanım da deyir ki, bəlkə o qadın xəstədir, bəlkə yataqdadır, bəlkə nədir? Bəs yaxşı, o xəstə yataqda, nə bilim, onkologiyada belə kişilərimiz var ki, onkoloji xəstədir, arvad ayağını dirib ondan aliment istəyir. Niyə o qadınları qınamırsınız? Niyə ümumiyyətcə bu alimentdir, boşanmalardır, bunlarla mübarizə aparmırsınız? Ay media, ay vəkillər, ay hüquq müdafiə edənlər, niyə mübarizə aparmırsınız? Bu xalqımız yazıq deyil. 5 nəfərdən biri boşanıb, 5 kişidən biri boşanıb, 5 qadından biri boşanıb. Niyə axı? Nə oldu? Bu Azərbaycan xalqına nə oldu? Yaxşı, aliment tələb eləyir bir qadın və yaxud da kişi. Elə məhz bu kişidən başlayıram. İndi bir kişi olaraq kişidən başlayıram. Ay kişi, sən alimenti tələb eləmsən, boşanmısan ki, sən boşanma vermirsən ki, aliment tələb edirsən. Və yaxud da bir qadından uşağını almısansa, demək ki, o qadın adına layiq deyil. O uşağı niyə alırlar? Qanunla niyə alırlar? Ona görə alırlar ki, o ananın əlindən. O ana düzgün yolda deyil. Uşağın tərbiyəsini poza bilər və yaxud da nəsə belə bir şeylər var da ki, hansı ki, uşaq və yaxud da yoldaşın gedir başqasına ərə gedir. Onda alırsan ki, mən özüm baxıram öz uşağıma və onda aliment tələb edirsən. Yaxşı, madəm ki, bu yoldaşın, sənin həyat yoldaşın, qadın, uşağının anası pisdirsə, səni alçaldıbsa, başqa ərə gedibsə və yaxud da düzgün yolda deyilsə, bilmirəm, məzmunu bilmirəm, nədən, yəni ki, o qadın nəyə görə boşanmısan, onu bilmirəm. Amma madəm ki, bu pisdir, bundan uşağı almısan, özün baxırsansa, pis insanın pulu sənə nəyə lazımdır? Sən kişi deyilsən, sən kişisən, tüpür o anıya, uşaqların da böyük, uşağın da yanında bir kəlmə. Əgər ana pisdirsə, o uşağın yanında bir kəlmə demirsən, sənin anan buydu, sənin anan oydu, onu heç vaxt demirsən. Mən buradan səslənirəm, boşanan, ailəsi dağılan kişilərə səslənirəm. Uşağınızın anası haqqında danışmayın. Uşağınız travma yaşayır. Uşağın anası pisdirsə, hətta onu xəyanətdə belə tutmusunuzsa, onun başını kəsməmisiniz, öldürməmisinizsə belə, o sadəcə uşağı əlindən almışsınızsa, yenə də o uşaq haqqında, o uşağın anası haqqında mənfi şeylər söyləməyin. O uşaq böyüyəcək, özü hər şeyi biləcək. Əgər haqlısınızsa, sizin tərəfinizi saxlayacaq və sizə sığınacaq. Anasından imtina edəcək. Bu böyük bir faciədir təbii ki. Amma heç vaxt dilinizi alıb deməyin ki, ananız pisdir, ananız elədir. Ay kişi, Azərbaycan kişisi, çıxmısan efirdə, bəs sən o uşağı fikirləşmirsən ki, uşaq çıxacaq, pərt olacaq, məktəblidirsə, məktəbdə pərt olacaq ki, mənim atam anamdan aliment tələb edir və efirdə çıxıb bunu bəyan eləyir. Yəni bunları hamısını nəzərə almaq lazımdır. Bunları hamısını fikirləşmək lazımdır. Ailə dəyərlərini tullamayan insandır, başına iş gələ bu qədər kişilərimiz var, ailəsi dağılıb, heç çox yerdə də bilmirlər ki, onun ailəsi dağılıb. Yəni belə bir şeylər ailənin mənfi hərəkətlərini çıxıb reklam eləməzlər efirlər. Ay efirlər, ay media, qutarın bu söhbətləri, qutarın bu müzakirə. O gün girmişəm, ödəniş edirəm aparatdan, baxıram ki, yazılıb aliment ödənişi. Özüm özümə nifrət elədim. Nifrət elədim ki, hara gəldik çıxdıq. Aliment ödənişi artıq aparatlarda rəsmi qaydada var. Bu nədir? Bu böyük bir faciədir, Azərbaycan faciəsidir. Bunun qarşısını almaq lazımdır. Çıxıb efirlərdə bu şoular yaratmaq lazım deyil. Ay media, ay Lalə xanım, ay xoş qədəmlər, ay zavurlar, qutarın bu söhbətləri. Olsun bir abrımızı tökməyin də söylə.
Bakın çıxmısınız efirdə cəmaət sizə baxır. Çıxın bu şouları yığışdırın, o qədər müzakirə olunması məsələlərimiz var. Bu kişiləri çıxardı, belə kişiləri çıxardı, efirdə ailə dəyərlərini ucuzlaşdırmaq və bu uşaqlar nə tərbiyə gözləyir ki, bir Azərbaycan kişisi çıxıb arvadından aliment tələb edir. Və yaxud da çevirək bu biri tərəfə. Bir qadın çıxıb, əgər aliment tələb edirsə, gedib polislərin qapısında, məhkəmələrin qapısında qalıb, uşağının atasını tutturursa, bu nədir düzgündür? Nədir düzgündür? Yaxşı, bu kişi üz İslamanda oğraşdırsa, biqeyrətdirsə, şərəfsizdirsə, əyyyaşdırsa, gəzəyəndirsə, sənin nəyinə lazımdır onun pulu? Böyük də uşağı, çətinliklə böyük də. Sən madəm ki, sən o çətinliyə hazır olub boşanmısan, böyük də uşaqları niyə böyütmürsən? İndi düşmüsünüz kişinin üstünə ki, aliment tələb edir. Yaxşı, xoş gəlir bu xoş gəlir bu vəziyyət. Deyir o qadın xəstəxanadadır və kişi də dirəşir. Yəqin nəsə bir pisliklər görüb dirəşir. Yəni eləməyin də bunu. Əgər bir insan, uşağın atası, anası zaydısa, onun pulu sizin nəyinizə lazımdır? Yəni boşanmısınızsa tüpürün hər şeyə də. O arvada da tüpürün, o kişiyə də tüpürün də. Niyə eləmirsiniz ki? Yəni bu əgər haqq ədalətsə, düzgündürsə, bir insana mən nifrət edirəmsə, onun mənə hansısa bir maddi dəstək mənim nəyimə lazımdır? O mən necə böyüdüm o uşağı? Mən o nifrət elədiyimin pulunla. Hamı da deyir ki, atası da borcudur böyütmək. Bəli, borcudur, atasıdır böyütməlidir, atasıdır ona qayğı göstərməlidir. Amma biraz dilimizi şirin elə, biraz səbirli ola. O ata və yaxud da o ana evdə uşağına baxsın da. Olmaz elə. Əvvəl necə idi? Əvvəl bəyəm ailədə təzyiqlər olurdu. Əvvəl bəyəm ər arvadını döymürdü. Əvvəl bəyəm arvad ərinlə dalaşmırdı. Hamı biraz abrını qoruyurdu ki, abrın çölə tökülməsin. İndi efirlərdə ailə məsələləri həll olunur. Allah xalqımıza kömək olsun, Allah xalqımızı qorusun. Allah bu boşanmaları son desin. Son desin. Vallahi billahi böyük bir təhlükə gözləyir. Bu boşanmalar, fəsadlar böyük bir təhlükə gözləyir. Balalar yazıqdır, and olsun Allah. Balalar yazıqdır. Balalar yazıqdır. Həmin o boşanan ailəsi dağılmış uşaqların bugünkü gün bu küçələrdə, çöldə barda gördüyümüz uşaqların əksəriyyəti 80% bu boşanmış ailələrin uşaqlarıdır. O gün məhəllədə biri uşaq özünü atdı. Özünü atdı 13-cü mərtəbədən. Niyə atdı? Çünki uşaq dəfələrlə atasına, anasına deyib ki, mən özümə qəsd eləyəcəm. Ailəsi dağılmışdı. Ata, ana o qədər uşaq stres yaşayıb, o qədər uşaq travmalar yaşayıb ki, artıq bezib atasının, anasının bu boşanma dava dalaşlarından bezib axırda özünü atdı. İndi gedin. O uşağın haqqı bir ömür sizi narahat eləyəcək və eləsin də. Bu faciələrə gətirib çıxardı. Allah xalqımızı, dövlətimizi qorusun. Bu mediaya da səslənirəm. Milləti bəzilərinə hələ çatmır boşanma nədir? Onları da oyatmayın. Allah nə bilim bu medianın kökü kəsilsin. Media bağlansın. Bu kanallar bağlansın. Bu milləti cana gətirmisiniz siz. And olsun Allah. Allah xalqımızı, dövlətimizi qorusun. Allah bu balalara yazıq desin. Var olun Azərbaycan xalqı.